Aynura xanım, niyə məhz natiqlik? Sevda xanım, niyə belə aşağı səs tonu ilə danışırsınız? Bəs bu sahəyə gəlməzdən əvvəl hansı işlə məşğul olmusunuz? Bir məqamda qərar verdim ki, mən işdən ayrılıram, amma heç bir işim yox idi əlimdə. Təbii ki, mənfi reaksiyalar. İlk real addımınız nə oldu? Heç kəs demədi ki, yaxşıdır, yaxşı ki, bu qərarı verdin. Bu sahəyə hansı büdcə ilə başlamısınız? Yəni, ona pul verməklə bəlkə də sən ona pislik eləyəcəksən. Şəxsi disiplini olan adamlar freelans fəaliyyətdə davamlı gedə bilirlər. Sən həm valideynsən, həm övladsan, həm həyat yoldaşısan. Bütün bu rolları balansda saxlamaq üçün Bəs başqa hansı yatırımlar etmisiniz? tələbə çox azdır. Demək olar ki, yoxdur. Müraciət var, amma geri dönüşlər yaxşı deyil. Sonralar mən bunun səbəblərini bildim. Bugünkü Aynura xanım əvvəlki Aynurəyə nə deyərdi? Mən deyiləm, nə olur?